Riyaziyyat və fizika fənləri üzrə sürət qrupları fəaliyyətə başladı. Səbuhi müəllimin dərslərinə qoşulmaq üçün 051 515 0081 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Salam, hər vaxtınız xeyir. Bugün sizlərə yeni topludan bərk cisimlərin və mayələrin xassələri bölməsindən mayələrin səthi gərilmə qüvvəsi, islatma hadisəsi mövzusunu suallarına baxacağıq. Birinci sualda yazılıb ki, maddə hansı aqreqat halında olduqda onun formasını dəyişmək çox asandır, həcmini dəyişmək isə çox çətindir. Deməli, maddənin maye halında onun formasını dəyişmək olur. Məsələn, müəyyən bir qab götürək. Deyək ki, əyri bir qabdır. Bunu içinə su əlavə eləsək, bu müəyyən bir formada alacaq. Fərqi yoxdur, hansı formada olur olsun. Amma bunun həcmini dəyişmək çox çətindir. Yəni, bunun yalnız cavab olacaq 1 A variantıdır. Bərk və qazları isə bunları, belə deyək, formasını dəyişmək olmur. İkinci sualda yazılıb ki, səthi gərilmə qüvvəsi hansı ifadədə təyin olunur? F bərabərdir, sigma L-dir. Səthi gərilmə qüvvəsini istəyir, sigma L D-bəndir. Üçüncü sualda isə səthi gərilmə əmsalını istəyir. Deməli, bu düsturda F bərabərdir, sigma L düsturuna, sigma bizdə səthi gərilmə əmsalıdır, L uzunluqdur, F də qüvvədir, səthi gərilmə qüvvəsidir. Buradan biz sigmanı tapsaq, sigma bərabərdir, F bölünsün L-dir. Bizdən vahidini istəyir. Qüvvənin vahidi nədir? Newton. Uzunluq vahidi metrdir. Newton atılışı necə idi? Kiloqram vurulsun metr bölünsün saniyə kvadratı. Metrədə böləndə 1 bölü metr olur. Demək, metr olur, metr. Metrlər ixtisara getdi, qaldı kiloqram bölünsün saniyə kvadratı. Kiloqram böl saniyə kvadratı D-bəndi. Dördüncü sualda yazılıb ki, səthi gərilmə əmsalının vahidi nə idi? Baxın, səthi gərilmə əmsalı sigma bərabərdir F bölü L-dir. Bunun da vahid kimi açanda Newton bölü metr olur. Cavab olur C-bəndi. Sonra 5-ci sualda teta kənar bucağın hansı qiymətinə maye tam isladandır? Deməli, əgər teta 0-a bərabərdirsə, tam isladan olur. Tam isladan. Yəni 0 dərəcədə tam isladan olur. Cavab oldu A bəndi. 6-cı sualda isladan mayenin səthi hansı formada olur? İsladan maye teta iti bucağıdırsa, yəni 0 ilə 90 arasındadırsa, 0-dan böyük, 90-dan kiçik bucaqlar iti bucağı, düzdür? Yəni bu aralıqda olan qiymətlər mayeni isladır. Ona görə cavabımız olacaq bu bucağa. Baxırsınız, iti bucaqdır bu bucaq. Ona görə cavab oldu B bəndi. Sonra 7-ci sual. 7-də nə yazılıb? İslatmayan mayenin hansı formada olur? İslatmayan mayədə 7-ci sual. Deməli, yəni 0 ilə 90 arasında olanda, iti bucaq olanda isladan olurdu. Kör bucaq olanda islatmayan olur. Y bəndinə baxın, kör bucaq. Ona görə cavab oldu Y bəndi. İslatmayan mayenin formasıdır. 8-də joule bölü metr kvadratı ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Deməli, joule böl metrin kvadratı. Joule'un yerinə biz A bərabərdir F-ə görə Newton vur metr yaza bilərik. Yəni, joule'un açılışı Newton vur metrdir. Bölünsün bir dənə metr kvadratlardan. Metrlər də getdi, qaldı Newton böl metr kvadrat. Newton böl metr. Bu da səthi gərilmə əmsalının vahiddir. 8C bəndi. 9-cu sual. Watt vurulsun saniyə bölünsün metrin kvadratı ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? 9-da isə wattın açılışı, yəni gücün vahidi wattdır. Oradan çıxarış eləyəndə joule bölünsün saniyə idi. Joule böl saniyə vurulsun saniyə bölünsün nə olur? Metrin kvadratı. Saniyələr ixtisar getdi. Qaldı joule bölünsün metrin kvadratı. Joule'un da yerinə biz Newton vur metr yazsaq, metr kvadratında məxrəcdə var idi. Metrlər də gelir, qalır. Yenə Newton bölünsün metr. Bu da səthi gərilmə əmsalının vahididir. B bəndi. 9-da oldu B. 10-cu sual. Ortasına sap bağlanmış məftil çərçivənin bir hissəsi sabun pərdəsi ilə örtülmüşdür. Məftilin A nöqtəsinə və sapın B nöqtəsinə təsir edən səthi gərilmə qüvvəsi necə yönəlmişdir? Bu mayenin bu hissəsi sudur, digər hissəsi boşdur. Deməli, bu maye yuxarı qalxmaq üçün buna səthi gərilmə qüvvəsi təsir göstərib. Ona görə yuxarı maye qalxıb. Ona görə B nöqtəsində olacaq nə? İstiqamətinə baxsaq,
B nöqtəsi bunu yuxarı dartıb, belə deyək, təsirli yuxarıya. A nöqtəsi həmişə nə olub? Aşağı yönəlir. B nöqtəsi yuxarı, A nöqtəsi aşağı. Cavab oldu. B nöqtəsi yuxarı, A nöqtəsi aşağı. B bəndi. 11-ci sual. 11-ci sualda yazılıb ki, hansı qabda maye ilə bərk cisim molekular arasındakı qarşılıqlı cazibə qüvvəsi mayenin öz molekular arasındakı qarşılıqlı cazibə qüvvəsindən böyükdür. Bu 11-də deməli necə idi? Molekular arasındakı qarşılıqlı cazibə, yəni molekular arasındakı cazibə qüvvəsi mayenin öz molekular arasındakı qarşılıqlı cazibə qüvvəsindən nədir? Böyükdür. Bu isladan mayaya aiddir. Əgər bu cür yazılış olsa, yəni molekular arasındakı qarşılıqlı cazibə qüvvəsi mayenin öz molekular arasındakı cazibə qüvvəsindən böyükdürsə, bu isladan mayaya aiddir. İsladan mayədə də teta nə idi? İti bucağı əmələ gətirməli idi. İti bucağımız da yalnız 1-dədir. Ona görə yalnız 1-də D variantı 11. Sonra 12. Tərəfi 10 sm olan kvadrat şəkilli lövhə sabun məhlulunun səthinə toxunur. Lövhəni məhlulun səthindən ayırmaq üçün tətbiq olunan qüvvəni hesablayın. Lövhənin kütləsi 10 qram, məhlulun səthi gərilmə əmsalı 4/10⁻2 Newton bölü metrdir. J də 10 metr bölü saniyə kvadratıdır. Biz deməli kvadrat şəkilli çəksək, kvadrat çəkirik. Və bunun tərəfləri 10 sm-dir. Yəni 0,1-dir, 0,1-dir, 0,1-dir və 0,1-dir. Bunun perimetrini tapsaq, P nəyə bərabər? 4aya kvadratın perimetridir. 4-ü vururam 0,1-ə, boldu 0,4 bunun perimetridir. Deyir ki, sabun məhlul səthinə toxunur. Lövhəni məhlulun səthinə ayırmaq üçün müəyyən ağırlıq mərkəzindən yuxarı müəyyən bir qüvvə təsiri. Bunu ayırmaq istəyir buradan. Və aşağı həmişə hansı qüvvədir? Ağırlıq qüvvəsi və onunla bir yerdə səthi gərilmə qüvvəsi olacaq. Eyni istiqamətdə qüvvələr toplanır. Yəni F ağırlıq üstəgəl F səthi gərilmə bərabərdir F qüvvəsinə. Ağırlığın düsturu mg'dir. Səthi gərilmənin düsturu sigma L-dir. Bərabərdir F-ə. Burada verilənləri yazsaq, bizdən nə istəyir axırda? Tətbiqin qüvvəni isə F istəyir də bizdən. Kütlə nə qədər idi? Kütlə. 10 qram, düzdür? Verilənləri yazaq. M bərabərdir 10 qram. Sonra nə verilib? Səthi gərilmə əmsalı var. Sigma 4/10⁻2. 4/10⁻2. J də 10'dur. Deməli, burada F-i tapmaq lazımdır. Deməli, F bərabərdir. Kütlə nə qədər oldu? Deməli, kütləmiz oldu 0,1. 10 qram idi. Deməli, nəyə çevirdi? Kiloqrama çevirəndə 0,1 oldu. J-nin qiyməti 10. Üstə gəlsin. Sigmanın yerinə 4/10⁻2 yazıram. L-in yerinə uzunluğun düsturu nə qədər oldu? Perimetr ilə 0,4'dür. Perimetr uzunluqdur. 0,4 vurulsun. Heç nə. Bərabərdir. Bunu hesablamaq lazımdır. 0,1'i 10'a vuranda eləyir 0,1. 4'ü 10⁻2'ye vuranda hesablasaq 116 milli Newton olacaq. 12-ci. Sonra 13-cü sualda radiusu 5 sm olan 10 qramlıq kütləli dairə şəkilli lövhəni isladan mayenin səthinə ayırmaq üçün tətbiq edilən qüvvənin milli Newtonunu hesablayın. Mayenin səthi gərilmə əmsalı 4/10⁻2-dir, J 10'dur, Pi də 3'dür. Deməli, siz buradan dairə bir dənə çəksək, dairədir. Mərkəzdən yuxarıya dedik ki, müəyyən bir qüvvə təsiri, ayırmaq üçün qüvvədir. Aşağı hansı qüvvə təsir göstərir? Mg ağırlıq, bir də səthi gərilmə. Yəni, eyni qayda ilə siz burada birinci verilənləri yazsaq, baxın, radius 5'dir. Yazıram, R bərabərdir 5 sm. Çevirmə var da 100%. Deməli, 5 sm isə 0,5 sənin uzunluğundur. 10 qram kütlədir. M bərabərdir 10 qram. Bunu da 1000'ə böləndə 0,1 kiloqram eləyir.
Sonra sigma 4 vur 10 üstü -2-dir. J 10'dur. Pi 3'dür. Birinci biz ilk növbədə biz F-i tapaq. F nəyə bərabərdir? Eyni istiqamətdə qüvvələr toplanır. Buradan F bərabərdir mj, sigmanın yerinə sigma, F sürtünmənin yerinə, səthi gərilmənin yerinə sigma L yazdım. L-i tapmaq üçün çevirən uzunluq düsturu necədir? 2πr. Düzdür? 2, pi-nin qiyməti 3, radius 0,5. 0,1, 0,3 bu oldu uzunluğu bunun. Gətirib yazıram burada. F bərabərdir. Kütləmiz 0,1 vurulsun. J10 üstə gəl. Sigma 4 vur 10 üstü -2 vurulsun. Uzunluq da 0,3. Bunu hesablayanda deməli 4, 12, 110, o da 112. 112 oldu millinewton. Cavab oldu 112 millinewton. Hə, açıq sualdır. Bugünlük bu qədər. Sağ olun.